Salam bir vaxtınız xeyirli olsun. Deməyə belə bir ütünü təmirə gətiriblər. Ütü par vermir. Bu hissəsi də tərpənir. İndi ortağı nəticəni bir yerdə izləyək. Bu hissəsi də sınıqdır. Miqrik işləyir. Tərpənmə yoxdur. Problemi aradan götürdük. Bu hissələr kartdan açılır. Dəmirdən açmaq olmaz. Olan hissəni bərpa elədik, pişirdik, dərmanını da tökdük. Bu hissəyə taxdıq, lemonu sıxdıq. Problem bu hissədədir. Bu pompanın mühərriki işləyir. Amma obratlı klapan verir. Su ötürücüsü işləmir. Burada reduktoru var. Əsasdan gəlmir su, amma obratlı klapandan gəlir. Demək, köhnə pompa bu idi. Pompa işləyir. Reduktoru xərabdır. Yeni pompa zakaz verdi. Gəldi. İndi bu pompanı zbor reduktorla bir yerdə bərpa eləyəcək bütün üstünə. Öncə buradan obratka şlankı çıxartdıq. Pompanın üzərinə, yeni pompanın üzərinə bərpa elədik. Əsas giriş şlankını da bərpa elədik. Xamutu dəyişdik. Yastıqlara keçirtdik. İndi giriş suyu qoşduq, obratkanı qoşduq. Su əlavə elədik. Ampermetrə qoşduq. Bu qazanın gücüdür 9. Pompa suyu götürür. Baçonku götürür. Qızanda bu işıq dayanır. Ondan sonra istifadə edə bilərsiniz. Hər bir şey işlədir. Pompa da işə düşdü. Bu qədər. Çox sağ olun izlədiyinizə görə.